السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Əziz müminlər, müqəddəs Ramazan ayında, günlərin seyyidi Cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Artıq müqəddəs İlahi ziyafət ayının, Ramazan ayının yarısını geridə qoymuşuq. Qədr gecələri gəlir, ayın 8-i axşam, 10-u axşam və 12-si axşam. 12-də artıq bizim Qədr gecəsindən əlaqədar olan məclislərimiz başlanacaq. Məsciddə inşallah ki, möminlərin iştirak etsin şəraitdə yaradılacaq. Həm xanımlar üçün, həm kişilər üçün. Hər nə qədər bu ayda biz bağışlana bildiksə, hər nə qədər Allaha yaxınlaşa bildiksə, hər nə qədər itaat eləyə bildiksə, çalışaq, bacaraq ki, bu qalan günlərindən Ramazan ayının daha diqqətli istifadə edək inşallah. Və qarşıdan həm də Əmir-ül-Müminin Əli əleyhissalamın da şəhadət günləri gəlir. İlk Qədr gecəsində ağanın şəhadət zərbətlənən günüdür və ikinci Qədr gecəsində Həzrətin şəhadət günüdür ki, inşallah məclisimiz əzadarlığımız da olacaq. Lakin Ramazan ayında bir əzəmətli bir gün var. O da Ramazan ayının 15-i, dünənki gün. İkinci imamımız İmam Həsən-i Müctəba əleyhissalamın mübarək mövlud günü idi. İmam Həsən-i Müctəba əleyhissalam atasından sonra həm imamət məqamına yetişmişdi və həm də xilafət məqamına yetişmişdi. Yəni o zamanda İmam Həsən Müctəba əleyhissalam Həzrəti Əli əleyhissalamdan sonra həm də xəlifə olaraq gəlmişdi. Lakin çox az müddət, 6 ay müddətində onun xilafəti hiləgər Muaviyyənin hilələri tərəfindən və müsəlmanların ayıq-sayıq olmamaqları səbəbindən, müsəlmanların etibarlı olmamağı səbəbindən, müsəlmanların dönük çıxmaları səbəbindən İmam Həsən Müctəba əleyhissalam yaralandı və məcbur şəkildə sülh imzalamağa məcbur oldu İmam Həsən Müctəba əleyhissalam ki, sonraki dönəmlərdə hətta buna görə o həzrəti qınadılar. İmam Həsən Müctəba əleyhissalamın həyatı ən az təhlil olan məsələlərdəndir. Təəssüflər hissi ilə mən bunu qeyd edirəm. Bir nəfər böyük alimlərdən biri deyir, mən Ramazan ayında xütbə oxuyurdum və hər axşam bir məsuma təvəssül edirdim. Ramazan ayının çox hissəsi getmişdi, son 3-4 günü qalmışdı Ramazan ayının. Deyir, mən yuxuda xanım Zəhra salamullahi aleyhanı gördüm. Mən xanıma yaxınlaşdım, salam verdim. Gördüm ki, xanım məndən çox narahat aldı salamın cavabını. Dedim ki, Peyğəmbərin qızı, bir qəbahətim, bir günahım varmı ki, mənə
salamı elə bil sanki biraz yaxşı almadınız. Deyir, xanım Zəhra salamullah aleyhə mənə cavabında dedi ki, məyər İmam Həsən mənim balam deyil, niyə ona laqeyd yanaşırsınız, niyə onu az zikr edirsiniz? Xanım Zəhra salamullah aleyhə girə elədi və hətta hədislərdə də var xanım Zəhra salamullah aleyhədən buyururlar, qiyamətdə üzü qara gəlsin o şəxs ki, mənim balam Həsən və Hüseynin arasında fərq qoyur. Ki, Peyğəmbər Əkrəm də onların barəsində buyurmuşdu, Əl-Həsən vəl-Hüseyn imaman. İmam Həsən əleyhissalam da, İmam Hüseyn əleyhissalam da imamdılar. Qavmə əvqadə. İstəyir qiyam eləsinlər, istəyir sakit otursunlar, qiyam eləməsinlər. Hər iki halda bunlar əzizdir, bunlar imamdır, çünki imam öz vəzifəsini bilir. İndi İmam Hüseyn əleyhissalam ki, qiyam eləyib, onun bir aşurası var, bir qovğası var və biz onun çox da əzadarlığını qeyd eləyə bilirik, amma İmam Hüseyn əleyhissalamın ki, qiyamı yoxdur, sanki elə bil bir az qalıb biz üçün pərdə arxasında. Və bir tərəfdən də İmam Həsən Müştəbə əleyhissalamın şəhadəti cəddi Peyğəmbərlə eyni günə düşür. Biz də adətən o məclislərdə görürsən ki, Peyğəmbərin əzadarlığına keçirdirik. Buna görə çox İmam Həsən əleyhissalamı elə bir vaxt ayıra bilmirik. Və Mövludu da gəlir, düşür Ramazan ayına. Ramazan ayında da çox da elə hamı ki orucdur, məscidlərdə görürsən ki, Mövlud tədbirdə keçirtmək üçün gəlir, mütləq zamanın iftarını da verəsən, ehsanını da verəsən. Bu yüzden sanki elə biraz arxa planda qalır. Ona görə İmam Həsən əleyhissalamın həyatını mən əzizlər, müminlər, sizə acizanə bir xahişlə deyirəm ki, çox mütaliə edin, çox təhlil edin ki, İmam Həsən əleyhissalam 47 il ömür sürüb, onun 7 ili cəddi Peyğəmbərin xidmətində olub, 7 il Peyğəmbəri dərk edib. Onun 30 ilini Həzrət Əli əleyhissalamın imaməti dövründə yaşayıb. 10 il öz imamət dönəmi olub. Amma bu 10 il müddətində İmam Həsən əleyhissalam həm xəlifə oldu, həm döyüşdü Muaviyyənin ordusu ilə, həm yaralandı, həm də sülhə imza atdı. Səbəblər nə idi, amillər nə idi? Bunlar mütləq təhlil olunmalıdır. Bizim bu qısa vaxtımızda bu qeyri-mümkündür ki, biz bunun barəsində danışaq. Ey kaş nəsib olsun, fürsət olsun, gələn Ramazanlarda inşallah ömrümüz vəfa eləsə, İmam Həsən əleyhissalamın barəsində, İmam Həsən əleyhissalamın sülhü barəsində biraz danışa bilək. Ona da bir vaxt ayıra bilək. Əhl-i Beytin kərimi idi İmam Həsən əleyhissalam. Əhl-i Beyt nümayəndələri hamısı kərim olublar. Amma bu sifət, bu xüsusiyyət İmam Həsən Müştəbə əleyhissalamda xüsusi özünü göstərirdi. Çox səxavətli idi, çox kərim idi. Hətta görürsən ki, qeyri-müsəlman olsaydı belə, İmam Həsən əleyhissalam ona öz yardımından, köməyindən həmişə dəstək olardı. Tarixdə var, rəvayətdə var. Bir gün İmam Həsən Müştəbə əleyhissalam yolla keçirdi, gördü bir xurma bağının qabağında bir nəfər oturub, bir az təamı var. O az təamın bir azını özü yeyir, bir azında orada bir küçə heyvanı var, onu atır. İmam Həsən əleyhissalam baxdı ki, bunun təamı da çox azdır. Yaxınlaşdı, dedi ki, sən özün ki acsan və bir az da çox az miqdarda sənin təamın var. Bunun yarısını elə özün yiyirsən, yarısını da o küçə heyvanına atırsan, axı sənin özünə yetməz. Dedi ki, mən baxıram ki, o heyvan acdır, mənə nuş olmur ki, bu yeməyin hamısını özüm yiyim. Bu insanlıq duyğum mənə bunu əmr edir ki, o heyvanla bölüşəm. İmam Həsən əleyhissalam bu şeylərə o qədər diqqət edirdi. Deyir, maraqlandı ki, kimdir? Dedi ki, mən bu xurma bağının sahibinin qulluqçusuyam. Orada xidmət edirəm. Və özü də müsəlman deyilmiş, qeyri-müsəlman imiş. İmam Həsən əleyhissalam deyir, gəldi, o xurma bağının sahibini tapdı. O xurma bağını, dedi, mənə
istəyirəm satasan, amma bu qulla bir yerdə, qulamla bir yerdə satasan. Bir məbləğ deyəsən, mən buranı almaq istəyirəm. Həmin şəxs satdı öz bağını İmam Həsən əleyhissalama, qəbaləsini yazdı. İmam Həsən əleyhissalam bu qula dedi ki, mən bu gündən səni azad edirəm və bu bağı da sənə hədiyyə edirəm. Bir dənə o səxavətli rəftarına görə İmam Həsən əleyhissalam ona bu qədər dəyər verirdi. Deyir, həmin şəxs də orada İslamı qəbul elədi. Ki, bu gör nə gözəl bir dindir ki, kiçik bir yardımlaşmağa bu qədər dəyər verir İslam. Ona görə İmam Həsən əleyhissalamın da ləqəblərindən biri Əhl-i Beytin Kərimi idi. O həzrətdən bir hədis var. Mən elə o hədislə inşallah sözümüzü tamam eləmək istəyirəm. Həzrət buyurur ki, dünya müminin zindanıdır, kafirin behiştidir. Dünya mümin üçün bir zindandır və kafir üçün behiştir. İlk baxışdan sanki belə hədisdən görsənir ki, və bəzən bu cür də təhlil edirlər ki, yəni mömin dünyanın yaxşı cəhətlərindən istifadə eləməməlidir, elə zindan kimi yaşamalıdır. Amma kafirlər elə bu dünyada yaxşı yaşamalıdırlar, kafirlərin hər şey olmalıdır. Əsla dinimiz və məsumların dünyaya yanaşması bu cür deyil. İmamın dediyi söz tam fərqlidir. İmam buyurur ki, müminin dünyada hər nəyi olsa da, bütün dünyanı möminə versələr də, çünki onun gedəcəyi yer cənnətdir, cənnətin müqabilində o bugün zindandadır. Hər nəyi varsa var, çünki o cənnətə gedəcək, bugün dünya onun üçün zindandır. Kafirlərin dünyada hər nəyi olursa olsun, o gedəcəkləri yer ki, cəhənnəmdir, atəşli cəhənnəmdir, onlar üçün bu dünya nədir? Behişdir. Lap belə kasıb da yaşayırsa kafir, xəstəlikdə də yaşayırsa, çətinlikdə də yaşayırsa, çünki bundan dəhşətli bir, şiddətli bir cəhənnəmə gedəcək, o hələ burada behişdədir. O hələ burada keyfin içindədir, ləzzətin içindədir. Ona görə İmam Hüseyin Mustafa Aleyhisselam buyurur ki, dünya möminlər üçün cəhənnəm, kafirlər üçün behiş misalındadır. Və inşallah Allah müsəlmanları həqiqi behişlə, kafirləri həqiqi cəhənnəmlə mükafatlandıracaq inşallah.